Hər kəsə salam. Nəysə, yəni izah eləməyə ehtiyac yoxdur. Məni tanıyan insanlar mövzunun nə olduğunu bilirlər. Birbaşa keçmək istəyirəm şeyə. Hə, e, qaynatan zaman sözün sənin diqqətinə çatdırmaq istəyirəm. Səni tanıyanların diqqətinə çatdırmaq istəyirəm. Sənin bu son günlərdə iştirak elədiyin dövlətin sənədləri ilə gedən prosesləri. Mən iki dənə fakt, yəni dövlət sənədləri ilə təsdiq olunmuş iki dənə faktı ortaya qoyacağam. Birinci zaman sənə deyirəm axı iki dənə faktdır, biri sənə aiddir. Yəni konkret olaraq sənə aiddir. Son günlərdə olan, bilirsiniz də mövzu nədir? Yəni sizin probleminizdə ətrafda nə danışdığımız. Mən faktdan danışıram. Məni ailəmin dağılmağı ilə şantaj edirdiniz. Bu arada qoy bir dənə mən bu sənədləri göstərim. Deməli, zaman bu nədir? Bu, yəni mən bu sənədləri göstərirəm ki, indi danışanda o şey olsun. Bu şeydir də poçt, zərf, mənə gəlməli olan. Bu da içindən çıxan. Nə yazılıb burada? Bakı şəhəri, yəni mənə gəlməlidir də bu bildiriş. Mənim, burada səhv yazmışsınız, nömrəni, mənə çatmasın. Bir dənə yerdə atamın nömrəsi, atanın, yəni o ona gəlsə bir uzatmaq, o birisi də mənə çatmasın, yəni, Məhkəmədə ətraflı danışarıq. Bu belə, bunu başa düşdük. Bu nədir? Bu da arayış. Bu da arayış. Mediasiyadan aldığım arayış. İndi mən bunları göstərirəm. Yəni ki, danışdığım şeylər nələr ki danışacağıq indi. Sənədlər özləri təsdiq eləyəcək onu. İndi bir dənə də axırıncı şey göstərim, sənədi. Bu nədir? Sənəd. Məhkəmə. Zaman. Sənədləri göstərdim də sənə. Əlavə şərhə ehtiyac yoxdur. İkinci faktı da sənədləri də göstərərəm. Onları da, buradadır. Bir saniyə. Zaman. Aprelin 14-ü sənin qızın, mənim ailəm sənin evindədir də. Təxminən 1 ay 7 gün, 6 gün olar. Niyə rayondadır falan, olar məhkəmədə inşallah. Orada öz yerini tapar. İndi son günlərin faktlarını danışıram. Bu bir ay neçə gün ərzində olan bütün proseslər də o da məhkəmədə öz yerini tapar. Mən sizə, yəni, neçə müddətdir deyirəm ki, bu bir ay neçə gün ərzindəki qərar verin. Qərar vermədiniz. Hansı səbəblərə görə qərar vermirdiniz, onu da məhkəmədə də, yəni buralıq deyil. Mən buralıq olanları deyirəm. Bu sənədlərə baxandan sonra məlum olur da, yəni filan tarix, mən də elə həmən tarixləri yazıram burada sadəcə. Aprelin 14-dən bugünə qərar nə vaxt verilir? 8 may. Yəni mediasiyaya ərizə yazılır siz tərəfdən. Ərizə yazılır. Belə olmalıdır da zaten, yəni proses belə getməlidir. Qərar verilir 8-i.
Mən ayın 7-si, 6-sı. Mən ayın 6-sı məcbur qalıb video çəkdim. Dedim, qərar verin. Ümumi olaraq danışdıq. Yəni, videolar zaten yəni, hamısı ardıcıl gəlib. Ardıcıllıq pozulmur yəni hal-hazırda. İndi deyərəm mən sizi nəyə görə şikayət eləmişəm. Bu məhkəməyə aid deyil, ayrıca. 6-sı mən video çəkirəm, 8-i bu qərar verilir. Zaman gelirsən mediasiyaya ərizə yazırsan. Nigahın pozulması, aliment və uşaqların ananın himayəsində qalması ilə bağlı. Və mənim nömrəmi səhv qeyd edirsən orada ki, bu arada bu zərfi mən ayın 15-i götürmüşəm. Haçan olmalıydıq mediasiyada? 14-ü, mayın 14-ü saat 11-də. Bu zərf mənə çatıb ayın 15-i. Poçta daxil olub ayın 13-ü. Heç bir nömrə yoxdur da, yəni bunun da üstündə nömrə yoxdur. Burada da mənim, faktiki mənim nömrəm səhv yazılıb. Ki, mən orada iştirak edə bilməyim. Nə məqsədlə, onu da siz yaxşı bilirsiniz. Mən də bilirəm, məhkəmədə onları da danışarıq. Ayın 13-ü heç bir məlumat verilmir mənə. Bu proseslər gedir. Ayın 8-i mediasiyaya ərizə yazırsınız. Ayın 13-ü mən bir şəkildə öyrənirəm, zəng vururam, öyrənirəm ki, nə məsələdir? Qeyri-müəyyənlikdən çıxmaq üçün. Zəng vururam Lənkərana. Lənkərana zəng vururam. Oradan soruşuram ki, bəs belə də mediasiya falan bu harada? Deyir, yox. Dedim, orada bəlkə Astaraya zəng vurmalısın. Nömrə verirlər, zəng vururam Astaraya. Astara mediasiyasına. Deyirəm ki, belə deyir, sənin adıva sabah elə bil ki, ayın 14-üdür. 14-ü olmalısan mediasiyada. Mən də başa düşürəm. Deyirəm, oldu. Neynirəm? Ayın 14-ü sənin istədiyin kimi uşaqları götürürəm, gəlirəm mediasiyaya. Uşaqları götürüb gəlirəm. Uşaqları qanunla anasına təhvil verirəm, sizə yəni təhvil verirəm. Burada yazdıqlarınızın hər birinə razılaşıram. Deyirəm, nigahın pozulması, aliment və uşaqların təhvil verilməsi. Bunların hamı heç birine etirazım yoxdur. Təhvil verirəm, qayıdıram. 14-ü Bakıya qayıdıram təzədən. Uşaqları sizə təhvil, mediasiyada təhvil verəndən sonra. 14-ü qayıdıram, yoldayam. Əliyev Məmməd Rəsul mənə səs atır ki, bəs Zamangillə danışmaq falan danışdıq. Bəs mənə səs atır ki, bəs uşaqların məktəbi ilə bağlı müəllimlə danışaq, sinifdən sinifə keçsin. Mən də deyirəm ki, Əliyev Məmməd Rəsul, mən qanunla, sivil qaydada gedib uşaqları təhvil vermişəm anasına, zamana, ailəsinə. Burada məsuliyyət onların üzərindədir. Sən də bunu bilirsən ki, məsuliyyət onların üzərindədir. Sən məndən niyə o sözü almağa çalışırsan ki, mən ona qərar verim? Ona mən qərar verməliyəm, yoxsa anası? Bu danışıqlar gedir. İndi o bütün danışıqlara keçmirəm. O məhkəmədə inşallah onların hamısını mən oraya təqdim eləyəcəm. Lazım olan hər yerə təqdim eləyərəm. Qanun necə tələb edirsə. Haqlı olaraq deyirəm ki, uşaq rayondadır. Uşaqlar rayondadır. Məktəbin bitməyinə də bir aydan çox var.
uşağın hər hansı bir orada başına bir hadisə gəlsə, buna kimdir cavabdeh? Deyirəm, ata, onun valideyni, o uşaqları məndən tələb eləyənlər buna cavabdehdir. Sən niyə müəllimlə gedib razılaşmalısın ki, uşağa qayıb yazma? Bu necə ola bilər ki, uşağa qayıb yazma sinifdən sinifə keçsin? Mən də, ata, sənə də dedim, eyni sözləri, səs attım, müəllimlərinə də dedim, direktoruna da çatdırdım ki, bəs belə. Onlar da dedilər ki, yox, heç vaxt elə bir şey ola bilməz də, yəni. Biz elə bir şey eləməliyik, yəni. Qayıb hər gün yazılır və s. Yəni, müəllimlərlə danışanda deyirəm ki, yəni, siz qayıb yazmadınız, tutaq ki. Siz tutaq ki, qayıb yazmadınız. Uşağın başına bir hadisə gələndə necə olacaq bu mövzular? Uzun uzadı, onlar da məhkəmədə təqdim olunar, nə danışılıb. Sonra ata mənə deyir ki, bəs mən özüm danışmışam, bəs şey edirəm, ora-bura. Sən imkan vermədin ki, uşaq sinifdən sinifə sən problem yaradırsan uşaq üçün. Uşaqları sən belə. Mən də izah elədim ki, problem yaratmıram da, yəni. Ata, bəs sən mənə deyirdin axı, mən bütün problem, bəs mən getdim, məni oradan qovdular falan. Qoy bir dənə əziyyətini özləri çəksin də. Bu şeylərlə deyirdin də sənə ata. Qoy əziyyətini özləri çəksinlər, qoy məsuliyyəti özləri daşısınlar. Bəs bu qanunsuzluq nədir? İki tərəfin qanunsuzluğu nədir uşaq üzərində? Və bu məsuliyyəti mənim üzərimə atmaq nədir? Hə, siz fikirləşirdiniz ki, mən rayonda olduğu müddətdə bir şəkildə mən üçün hər hansı bir problemlər çıxardacaqsınız və bu şəkildə baş verəcək bunlar. Sonra ayın 6-sı mən video paylaşıram, deyirəm, qərar verin. Siz 8-i məndən gizli mediasiyaya ərizə yazırsınız ki, mən orada iştirak eləmim və dövlət qarşısında, qanun qarşısında məsuliyyətsiz bir ər kimi olum da, yəni belə də, yəni məsuliyyətsiz mediasiyaya da gəlmədi. Deyə biləsiniz. Hə, zaman. Hə, fikirləşmirdiniz ki, mən orada iştirak eləyə bilərəm. Fikirləşirdiniz ki, burada Mənsurun nömrəsini səhv yazaq, Mənsurla poçt əlaqə saxlamasın. Mənsurun bu mövzudan məlumatı olmayacaq 8 mayda verdiyiniz ərizə ilə bağlı. Maksimum atasına gələcək zərf. Atası da köhnə üsuldakı kimi, yəni köhnə eyni üsullardakı kimi zərfi gizlədib deyəcək ki, mən poçtdan götürə bilmədim, gec götürdüm və s. Bu mövzular daha da öncə olmuşdu. Onlar da, daha öncəkilər də məhkəmədə öz yerini tapar. Və mən məlumatsız qalıb, heç yerə getmirəm. Sonra bir anda görürəm ki, məhkəmə mənə çağırır. Bir tərəfli gedir axı məhkəmə. Məhkəmə məni çağırır. Onlara getmirəm də, indi o qanun, qaydaları, qanunları bilənlər onu bilir ki, hara gedir mənim üzrə. Bəs uşaqları fikirləşmədiniz siz. Bəs necə olur da, uşaqları fikirləşmədiniz 8 mayda məndən tələb eləyəndə. Tutaq ki, siz bunu məndən gizlətmədiniz. Açıq aydın tutaq ki, demişsiniz. Nömrəmi də deyək ki, səhv qeyd eləməmişsiniz. Bəs elə olsaydı necə olardı uşaqların şeyi? Gördünüz ki, Mənsur gəldi, iştirak elədi. Başladınız bu şeyə girişməyə. Birinci Mənsura deyək, qoy Mənsur versin qərar. Sabah da bir hadisə baş versə, siz mənim qədər bilmirsiniz də. Sabah da bir hadisə baş verəndə deyərik ki, atası qərar verdi buna. Mən də qərar vermədim. İşin düzələn tərəfinin dilində sizə deyirəm, olmaz. İndi deməli, Məmmədov Nurzaman, qaynatam, səndən, Elşad, səndən, Məmməd Rəsul, səndən. Üçünüzdən də polis idarəsinə də şikayət eləmişəm bu qanunsuzluqlarınızla bağlı.
məhkəmədə də nə üçün vermişəm? Qoy buradan danışaq. Nə üçün sizin üçünüz haqqında da mən polisə ərizə yazmışam? Birincisi, Elşad haqqında buna görə yazmışam. Yəni deyirəm, faktları mən məhkəmədə təqdim edirəm. Elşad Məmmədov, səndən ona görə şikayət eləmişəm ki, mənə hədə-qorxu gəlirsən. Mənə iki tərəfdə aldadıb uşağa başqa söz, mənə başqa söz deyə deyirsiniz ki, hər şey qaydasına düşər, biz öz səhvlərimizi başa düşürük. Yenə deyirəm, o dediyiniz sözlər də məhkəmədə öz yerini tutar. Yəni mənim atamda. Mənə aldadıb rayona göndərirsiniz. Mən də hər şey düzəlir bilib, gedirəm uşaqlarla. Sonra gəlirəm zaman Elşad sizin evinizə. Deyirəm ki, mən köhnə mövzularla bağlı gəlməmişəm də, bəs belə ortada faktlar var, onlar məhkəmədə danışırlar. Bəs buna görə. Orada bir dənə problem yaratdınız. Aha, mən başa düşdüm ki, məsələ o deyil də, yəni məsələ problem yaratmalıdır. Mən də uşaqları götürdüm, qayıtdım geri. Çünki mənə hər gün deyirsiniz, axı bir aydır, sabah gəlirik, sabah gəlirik, sabah gəlirik, sabah gəlirik. Onların da hamısı öz yerini tutar. Sonra da Elşad, sən mənə deyirsən ki, səni polis bölməsində gözləyirəm. Deyirsən mənə. Hansı səbəbdən məni gözləyirsən, deyirəm sənə. Bəs şikayət mənə gəlib bir problem yaratmışamsa, sən polisə ərizə özün ver. Sən mənə yəni düşün, mənə öncədən xəbərdarlıq verirsən. Və eyni Elşad, sən və Zaman ikinizlə bağlı həm rayondakı məsələyə görə orada mənə söyüş söydünüz həyətdə. Ona görə Elşad, sən söymədin, bilirəm. Hədə-qorxu gəldin sən. Bir də ki, bu məni mediasiyada səhv məlumatlar verərək məni məsuliyyətsiz kimi göstərməyə çalışdığınıza görə sizi şikayət eləmişəm. Və uşaqlarla bağlı qanunsuzluq etdiyinizə görə sizi şikayət eləmişəm. O, boşanmaqla bağlı məhkəmə öz yerindədir. Mən iddiaçı mənəm. Qorxudurdunuz, məni təzyiq edirdiniz. Belə, indi o yerlərə də gələrəm ardınca. Yəni, mənim məhkəmə prosesim var. Məhkəmə olmalıdır və bu işlər orada tamamlanmalıdır. O iş orada o cür tamamlanar. İndi mən sizin üçünüzlə də bağlı şikayət eləmişim. Dedim, Zaman, Elşad. İndi Rəsulla bağlı, Məmməd Rəsul Əliyevlə bağlı niyə şikayət eləmişəm polis bölməsinə? Bir aydan çoxdur ki, məni şantaj edirsən. Onlar da məhkəməyə gedər. Mənə deyirsən ki, səni yox eləyərəm. Sənin ailən dağılmasın deyə. Səni gərək mən reabilitasiyaya getsən ancaq. Sonra sən içkini tövbə eləsən. Namazı qıl. Bunların heç biri olmasa, mən səni yox eləyərəm. Polis gücü ilə səni içəri atdıraram. Deyən adamsan mənə ata. Bu bir ay ərzində. Və mən rayondan qayıdandan sonra mənim üstümə gəlirsən ki, sənə görə uşaqlar sinifdən sinifə keçməyəcək. Yəni ki, mən sənin o qanunsuzluğunla və Zamanın qanunsuzluğuyla bütün bunlarla barışmalıyam da, yəni demək istəyirsən mənə. Yoxsa boşanarsan. Boşandırarıq səni. Məni yox eləyərəm səni. Sən məni tanımırsan. Mən bu dəqiqə istəsəm, Rusiyada yaşayan qardaşımdan 100.000 alaram. Alıb neyniyəcəyini demirsən, bilirəm, başa düşürəm. Konkret onu demirsən. Yəni 100.000 alaram, neyniyərəm? Yəni bu sözlərlə yanaşı neyniyərəm? Yəni səni içəri atdıraram, başqa şeylər eləyərəm. Yəni pulla, yəni demək istəyirsən ki, səni mən içəri atdıraram da. Faktdır bu. Faktlar onsuz da məhkəmədə öz yerini tutar. O sözlər. Mənə bu cür təzyiqlər eləyirsən, şantajlar elədiyinə görə
getmişəm polis bölməsinə. Üçünüzlə də bağlı şikayət eləmişəm ki, məhkəməyə qədər bu insanlar mən üçün problem yaratmasın. Demirsiniz ki, problem ər-arvaddır, məsələ problem mənəm. Məhkəmə olsun, qutarsın da. Mən də onu gözləyirəm ki, məhkəmə olsun, hamısına razıyam da. Uşaqları da sivil qaydada getdim, təhvil verdim, belə-belə hamısı qayda qanunla gedir. Şikayət eləmişəm ki, sizlə bağlı. Mənə hədə-qorxu daha gəlməyəsiniz. Bu elədiyiniz qanunsuzluqlara görə cavab verəsiniz. Hər iki ailənin müəyyən fərdlərinin mənə bu bir ay ərzində məni necə aldatmağınız və sadəcə belə deyək də, ailə daxili aldatmaq yox. Birbaşa dövlətin qarşısında, yəni qanun qarşısında məni məsuliyyətsiz göstərmək üçün qanunsuz hərəkətlər eləməyiniz, bildirişi məndən gizlətməyiniz, mən gedib qaydandan sonra uşaqların məktəbi ilə bağlı qanunsuzluq eləməyinizlə bağlı üçünüzdən də şikayət eləmişəm. Azərbaycan İnsan Hüquqlarına sizlə bağlı şikayət eləmişəm. Polis bölməsinə şikayət eləmişəm, çağırılacaqsınız yəqin ki. O, digər nə qədər var, hamısına. Ki, siz çağırılasınız, izahatınız alınsın. İşte məhkəməyə gedəndə, məhkəmədə hər kəs öz hüquqlarını qoruyar. İndi zaman sənlə bağlı sözün qutardı. Qalan məsələlərimiz məhkəmədə həll olunacaq. Mayın 16-sı özüm ərizə vermişəm iddiaçı qismində. Hazıram da, yəni orada sizin o arayışda yazdıqlarınız hamısına hazıram və ən azı birini yerinə yetirmişəm. Digərlərində məhkəmə necə bilər, o cürdə eləyər. İndi keçək ikinci fakta. Əliyev Məmməd Rəsul və Əliyev Şaiq 2007-ci ildə əskərliyə gedirəm, hərbi xidmətə. Əskərliyə gedirəm. İndi keçirik o ikinci fakta. Sənədlərdir də, sənədlərin göstərdiyi, özümdən demirəm ki, sənədlərdir bunlar. Nədir bu? Müdafiə Nazirliyinin mənə təyin elədiyi ikinci qrup. Nə yazılıb burada? Deyək ki, siz, mən yəni körpəlikdən, uşaqlıqdan bu baş ağrı ilə böyümüşəm axı. Siz deyək ki, onu inkar elədiniz. Amma sənədləri inkar edə bilmirsinizsə. Keçirilmiş və arxanın kələ daxili hipertenziya hastanın nevrotik gətirən damar davamsızlığı. Bu 18 yaşında. Buna nə ad qoymuşdunuz? Mənsur, nə deyirdiniz mənə? Mənə dediyiniz sözlər vardı ortada. Mənsur təhlükəli insandır. O hərbidə mən əskərliyə getdim. Mən evdən birbaşa əskərliyə getmişəm. Bunları da məhkəmədə danışarıq. Mən evdən birbaşa hərbi hissəyə getmişəm. Necə oldu mən birbaşa hərbiyə getdim? Bəs 10 yaşım, 8 yaşındakı sənədlər var axı ortada. Eyni bu baş ağrılarla bağlı sənədlər var axı. Yəni, əsəb xəstəsiyəm də, normaldır. Yəni, xəstəlikdir də bu. Bəs bu sənədlər nədir? Bu nədir bunlar? Hələ tapdıqlarımdır. 2003, 2001, bundan əvvəlkilər hamısı eyni. Hamısı eyni. Xroniki miqrin, yəni baş ağrı, əsəb, gərginlik. Mən necə oldu ki, 2007-ci ildə, oktyabrda evdən birbaşa, sənin o bildiyin adamlarla da birbaşa əskərliyə getdim, hərbiyə getdim bura.
hərbi hissəyə. Təfərrüatları niyə danışmaq istəmirəm də, çox şeyin təfərrüatlarını. Məhkəmədə danışarım da. Hərbi hissəyə getdim. Necə oldu ki, mən 1-2 aydan sonra mən Qumbaqda düşdüm. Mən Sancasda hər gün baş ağrı dərman içirdim. Qumbaqda düşəndən sonra 10 gün qaldım orada. Ondan sonra getdim Sancas hospital məni təxris elədi. İndi sizin bu şeylərə qoyduğunuz adlar bir tərəfə, mən öz canımla əlləşirəm. Ağrılardan gic olmuşam, baş ağrılardan. Orada müalicə alıram. Dövlət məni təxris edir ikinci qrupla. Mənə kompensasiya ayırır, pensiya ayırır. Təfərrüatlarına girməyim deyirəm, bir-iki dənəsini girmək istəyirəm. Sən nə oldu ata? Hər gün ora gəlirdin, nə bilim, döymə ət gətirirdin, şey gətirirdin, o birisi oradan, o birisi oradan. Necə oldu ki, o nazirlikdən işçi gəldi, o kompensasiya ilə bağlı qol çəkdirdi, nə mənə? Tap yox oldum, çıxdım bir həftə. Arada videonu stop edirəm. İndi 2008-ci ildən 2021-ci ilə qədər dövlət mənə ikinci qrup verir, baxın. Qrup. Siz, sənlə Şaiqəm, Əliyev Məmməd Rəsulla, Əliyev Şaiq, siz ikiniz, yəni burada da sənədlər burada adamsın. Yəni, olmayanlar var. Bir də 2000, yəni bu kompensasiyalarla məşğul olmuşsunuz da siz, yəni, hətta necə məşğul olmuşsunuz? Məndən aldığınız etibarnamə ilə. Məndən etibarnamə ilə almışsınız. Şəxsən məndən bir dəfə etibarnamə almışsan, ata. Heç mən bilmirdim nəyə görə. Deyirdim, qol çək, get, hansı. Bir dənə də ayrıca nə torpaq məsələlərinə görə. Yəni, bütün bunlar araşdırılacaq da, yəni bunlar araşdırılmalıdır. Mən nə bilim, orada Astarada kim nə eləyir, nə eləmir. Mənə eləcə göndərirdiniz orada, tak, qaydadım, yəni, ora get, ora gir, bura gir, bura get, ora get. Yəni, məndə nevroloji problem var da, yəni bu gizlədiləsi ayıb bir şey deyil ki, hər kəsin bir xəstəliyi olur. Amma onda siz belə çıxır ki, mənə bilərək yaparmışsınız da əskərliyə, yəni ki, o xəstəliyinə mən getməli deyildim. Həm də mənim yadıma düşür axı. Gülşən Quliyeva dedi ki, 14 yaşım var idi, neçə yaşım ki, olmaz yəni belə şey çəkim. O dərinlikləri hamısını məhkəmədə danışarıq. 2021-də qədər olan pensiya məsələləri. Bununla da bağlı araşdırmalar geçsin. Siz mənə demirdin ki, ata, mən belə şeydə, yəni yox eləyərəm səni, sən şey belə, araşdırırlar, təqdim elədiyim dövlət sənədləridir də. Məni aldadırsınız, dövləti necə aldadarsınız? Bunlar da öz yerində. Günü, bugünə kimi mən ancaq o zomit vururam baş ağrıma görə. Onu da heç də, o da şeydir, elə özüm bilərəkdən vururam o. Yəni, bütün bu uşaqlıqdan indiyə kimi gələn şeyləri hamısını mən öz başımda qururam da. Sizin əlinizdə bu şeyləri ona görə yaratmışdınız. Nə var əlinizdə dediniz? 1. Narkoman. Mən necə narkoman oldum? Necə oldu ki, narkoman mənə elədiniz siz? Reabilitasiya, zat. Necə oldu bunlar? Deyirsiniz, yəni, haçansa iş şeyə gələndə biz bunları təqdim edərik. Onları da inşallah məhkəmədə danışarıq. Mən necə olub? Sonra nə olub? 2. Sonra şey yapardınız mənə, narkoloji Maçdağıya. Orada da qeydiyyat almışsınız, qeydiyyat almışsınız ki, bu narkomandır, o da olsun. Onu da məhkəmədə araşdırarlar da, yəqin ki. Sonra nə var əlinizdə? Üzərimə qoyduğunuz damqalardan. Ailəsi ilə yola gedə bilmir və s. Ciddi şeyləri götürürəm də ortaya. Sonra nə? Mənə deyirdim, son günlərdə deyirdim də,
İçki ilə bağlı şeylə yine müalicə al, yoxsa ailən dağılar. Ha, o da qoy araşdırılsın da məhkəmədə. Sonra ciddi o bilinən şeylər. Səbuhi mövzusunda danışmışam da o birisi videoda. Ehtiyac yoxdur onlara danışmağa. Hamısı onlarla bağlı da, hamısıyla bağlı. Hamısı məhkəmədə öz yerini tapsın. Bütün hamısı. Hər şey araşdırılsın. Hatta mən problemliyəm də, mən ailəmlə yola gedə bilmirəm. Sonra iş. 2011-2024'e kadar mən kompüter sayəsində işləyirəm. Allah verib, indi bu bacarmışam bunu, bir təhər şeyləmişim. Biz o qədər işlər görürdüm. Böyle indi də görürüm də. Biz o digər videoda dediyim kimi də, yəni biz problemliydim axı mən. Necə oldu ki, problemli adama o sözləri deyilib, hansı sözləri o məhkəmədə ortaya çıxır. Yəni, problemli adama o 2024'e qədər açıq şəkildə gedirdi hər şey. Şahiqəmi, Əliyev Şahib səninlə aranda, mənlə mesajlarınız, onlar da məhkəmədə çıxır. Səbuhi mövzusunda. Ondan sonra da çerez röfşinəmi. Hatta mən problemliyəm də, mənəm də problemli. Siz bu sənədlər zadlar, bu dövlətin sənədləri falan, bunlar heç biri real deyil də, yəni. Bunlar öz-özünə yaranıb. Bu videonda mən çəkirəm ki, onsuz da mən şikayət eləmişəm polis bölməsinə sizdən, insan hüquqlarına falan, hamısına bu proseslərlə bağlı şikayət eləmişəm. Bu videonu da edirəm ki, çəkirəm ki, mənim üçün başqa problem çıxartmayasınız. Siz mənə nə deyirdiniz həmişə? Sən bu şeylərlə uşaqları, öz ailəvi biabır edirsən, uşaqları biabır edirsən. Sən uşaqları üzünə necə baxarsan deyirdiniz mənə. Nə qədər mənə sözlər deyirdiniz ki, mən sonra oturub mən ən çox elə o şeydir. Sonra oturub fikirləşirəm ki, sizin mənim üzərimə qoyduğunuz damğalar mənim uşaqlarıma daha da ziyandır, nəinki mənim bu həqiqətləri danışmağım. Siz məni öz çirkin əməllərinizi gizlətmək üçün məni hər cür yollarla problemə sürükləyin. Damğalar qoyun üstümə, sonra deyin ki, biz uşaqlara görə edirik. O necə olur? Yəni, uşaqlara bu yaxşı lazımdır. Yəni, sizin o, deyirsiniz, biz uşaqlara sahib çıxarıq falan. Yəni, uşaqlara sizin o pulla bağlı dediyiniz sahib çıxmaq yəni, daha yaxşıdır da. Yəni, nəinki. Yəni, amma atalarını sizin bildiyiniz kimi görsələr, bilməyə onlara ziyan deyil də, yəni, deyirsiniz. Deyirəm, məhkəmədə danışıram falan, amma insanım da, robot deyiləm ki, danışıram. Bir dənə şey yoxdur, axı, nələr var. İnşallah, hal-hazırda nədir, proses nədir, polisə vermişəm üçünüzü də. Polis sizi inşallah ki, çağırar. İnsan hüquqları və s. digər müraciətlərimi də eləmişəm hər yerə. O ki, qaldı, boşanma ilə bağlı. Zaman sənə deyirəm, boşanma ilə bağlı, hə, boşanma. Özüm müraciət eləmişəm. Hər bir şeylə də razılaşmışam. Eyni şeyləri təkrar eləməyimə də ehtiyac yoxdur. İnşallah bütün bu məsələlər qanunla həll olunur. Sadəcə istədiyim odur ki, məhkəmə vaxtıma qədər mən üçün başqa problem çıxartmayasınız.